Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Mən müəllimlərin işə qəbulu və sertifikasiyası üzrə təlimçi tarix müəllimi Rəhman Polad. Bizim müəllimlərin işə qəbul imtahanına və sertifikasiya imtahanına hazırlaşan tarix müəllimləri üçün aprel surət qrupumuz mövcuddur. Qeydiyyat prosesimiz davam etməkdədir və ilk dərsimiz 9 aprel tarixində başlanılacaqdır. Və 9 aprel tarixinə qədər aprel qrupları ilə dərslərə başlamaq istəyən müəllimlər yazıb əlaqə saxlayıb, qeydiyyatdan keçib dərslərdən yararlana bilərlər. Əlaqə nömrəmiz 050 731 83 95-dir. Bunun əlaqə həm WhatsApp işləyidir, həm də ki zəng işləyidir və eyni zamanda bizim sosial şəbəkələrimiz də aktiv formatda fəaliyyət göstərməkdədir ki, sizlər üçün daha da əlçatandır bizimlə əlaqə yaratmaq. Dərslərimizin sistemi haqqında danışacağam sizlərə, əziz müəllimlər. Belə ki, bizim dərslərimiz aprel ayının 9-undan etibarən başlanılır, aprel surət qruplarına. 2 mərhələdə davam edəcək. Aprelin 9-undan mayın 25-nə qədər birinci mərhələ olacaq. 20 dərs keçiriləcək. Həftədə 3 dəfə. 2-ci, 4-cü və 6-cı günlər saat 21:00-la 23:00 arasında. Daha sonra isə biz mayın 25-dən iyun ayının 27-sinə qədərsə ikinci mərhələyə start verəcəyik və ikinci mərhələ isə hər gün davam edəcək və biz təkrarımızı tam mütəşəkkil formada həyata keçirə biləcəyik. İkinci mərhələdə ola bilər ki, sertifikasiya imtahanının bir qədər tez ola biləcəyi ehtimalı əgər yaranarsa, redaktə edəcəyik və təkrar proqramımızı ona uyğunlaşdıracağıq. Yəni, hal-hazırda bizim birinci mərhələdə heç bir redaktə etməyəcəyik. Aprelin 9-undan mayın 25-nə qədər olan davam edən müddətdə hər hansı bir dəyişikliyə ehtiyac yoxdur. 20 dərsə biz Azərbaycan tarixi və ümumi tarixi keçidini başa çatdıracağıq, proqramı başa çatdıracağıq. Sonra təkrara başlayacağıq mayın 25-dən etibarən və mayın 25-dən etibarən biz təkrara başladığımız zaman, çünki indi hələ ki sertifikasiya imtahanına cəlb olunmuş müəllimlərin tarixləri tam bəlli deyil. Birdən qeyd olunsa ki, əgər imtahan iyun ayının 15-dən daha tez olacaq, biz o zaman buna uyğunlaşdıracağıq. Mayın 25-dən başlayacağımız hər gün edəcəyimiz təkrar prosesinə. Amma hesab edirəm ki, inşallah ki, ayın 20-sindən sonra olacaq və biz mayın 25-dən iyun ayının 27-sinə qədər təkrarımızı tam başa çatdıracağıq. Dərslərimiz Zoom platformasına və Kurikulum Az saytına əsaslanır. Deməli, bunu daha sadə formatla qeyd edeyim. Əgər mövzumuz, məsələn, Azərbaycan tarixində, Azərbaycan İbtidai İcma Cəmiyyətində mövzudursa, məsələn, yəni mövzumuz bu mövzudursa, biz dərslərimizi necə təşkil edirik? Mən müəllimə mövzunu verirəm. Azərbaycan ərazisində İbtidai İcma Cəmiyyəti dərsidir. Müəllim ya orta məktəb dərsliyindən istifadə edərək, ya da Anar Sayevdən istifadə edərək mövzuya hazırlaşır, mövzunu oxuyur. Daha sonra mənim ona sayt sistemi ilə vermiş olduğum parol şifrədən istifadə edir və daxil olur sistemə, sayta. Və sayta daxil olduğu zaman İbtidai İcma quruluşum mənim mövzumun video izahına baxır, daxil olub testləri işləyir və əvvəlki qruplarla sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart istədiyi qrupdan birisinin Zoom sual cavablarına baxa bilir. Çünki hər qoşulan müdavim əvvəlki aylarda digər qrupların edilən müəllimlərdən sual cavab proseslərini görə bilir. Yararlanır. Deməli, müəllim həm video izaha baxdı, mənim mövzu izahıma baxdı, həm testimi işlədi mövzuya dair, həm Zoom sual cavablarına baxdı. Artıq müəllim demək olar ki, dərsə tam hazırdır. Və daha sonra müəllim qayıdıb gəlir Zoom-a. Həftədə nəzərdə tutulmuş 2, 4, 6-cı gündür. Məsələn, tutaq ki, 2-ci gündür. Müəllim artıq sual cavabı hazırdır və 2 saat müddətinə davam edən sual cavab prosesində hər müəllimin, hər müdavimin vaxt ölçüsü olur, vaxt bölgüsü və sual payı olur. Məsələn, 15 müəllim əgər aktiv formada dərslərdə iştirak edirlərsə, 2 saat müddəti onlara uyğun bölünür. Yəni, onlara uyğun tənzimlənir. Məsələn, hər müəllimə neçə dəqiqə vaxt düşür və eyni zamanda sual payı düşür. Və saat əqrəbi istiqamətində müzakirələrimiz hər dərs davam edir. Əgər bu günləri Vüsal müəllim birinci sual cavab olunubsa, növbəti səfər axırıncı sual cavab olunur. Ondan sonra axırdan ikinci, üçüncü yavaş-yavaş gəlib ortalara çıxır və bir neçə dərsdən sonra yenidən birə qayıdır və digər müəllimlər də o ardıcılıqla davam edirlər ki, yorğunluq olmasın, bütün müdavimlər arasında ədalətli və intizam qurulub saxlanılsın və biz dərslərimizi ən yüksək formatda icra edə bilək. Mən indi hal-hazırda sizlərə aprel surət qrupumuzun proqramını təqdim edəcəyəm, əziz müəllimlər, və eyni zamanda saytdan da bir neçə nümunələr qeyd edəcəyim sizlər üçün. Deməli, əziz və hörmətli müəllimlər, mən aprel surət qrupunun dərs proqramını sizlər üçün bölüşdüm. Deməli, dərslərimiz 2 mərhələdə olacaq. Aprelin 9-undan mayın 25-nə və mayın 25-dən də iyunun 27-sinə. Mövzu sınaqları, bölmə sınaqları, ümumi sınaqlar, xəritə sınaqları və digər proqramda nəzərdə tutulan bütün məqamlar sizlərin ixtiyarınıza veriləcəkdir. Və indi hal-hazırda isə sayt sistemi üzrə olan dərslərimizdə müəyyən görüntülər, müəyyən nümunələr təqdim edəcəyim sizlərə. Deməli, hörmətli müəllimlər, bizim saytda olan dərslərimizdən müəyyən hissələri skrin edib sizlərə göndərdim. Yəni, proqramımızda bizim video izahlarımız var, testlərimiz var, əjdaha sınaqlarımız mövcuddur, Zoom sual cavablarımız mövcuddur. Bunlar hamısı çox keyfiyyətli, ən yüksək formada təşkil olunan dərslər, testlərdir ki, bunlardan yararlanan müəllimlərin işə qəbul imtahanında və sertifikasiya imtahanında ən yüksək nəticələri 100% əldə edəcəklər. Baxın, burada görürsünüz, izahlar var, Zoom canlı yayımlar var, əjdaha mövzu sınaqları, bölmə sınaqları, xəritə sınaqları, sonra mövzular üzrə testlər var.
Bunlar hamısı deməli daxili proqramın tərkib hissəsinə. Bizim Zoom sual-cavablarından əlavə. Yəni bir sözlə belə qeyd edim ki, heç də gec deyil hazırlaşmağa başlamaq. Çünki bir qədər üzərində çalışmış proqramı mənimsəmiş müəllimlər, müəllimlərin işə qəbul imtahanı hazırlaşan müəllimlər və yaxud sertifikasiya imtahanı hazırlaşan müəllimlər bu proqramı icra etməklə tam olaraq imtahana hazır olacaqlar. Çünki kifayət qədər düşünülmüş, əvvəlcədən prinsipləri işlənib hazırlanmış bir proqram və dərs sistemi ilə sizlərin qarşınızdayıq. Bunları tətbiq edən müəllimlər əlbəttə ki, gedib istədikləri nəticələri əldə edəcəklər. Qeyd etdiyimiz kimi dərslərimiz vahid proqram əsasında həyata keçirilir. Testlərimiz, sual-cavab formatımız, dərs sistemimiz tam olaraq hər il olduğu kimi bu ildə müəllimlərin işə qəbul imtahanı və sertifikasiya imtahanını dəstəkləməkdədir. Özüm barədə isə Respublika tarixçilərinin böyük əksəriyyəti məni tanımaqlarına baxmayaraq bir daha məlumatı qeyd edirəm ki, artıq 5 ildir ki, professional formada bu işlə məşğuluq, yəni abituriyent sektorundan uzaqlaşıb tamamilə mix sertifikasiya formatına yiyələnmişik və illərdir ki, ən yüksək nəticələri əldə edirik müdavimlərimizlə birlikdə. Şəxsən mən özüm 5 ildir ki, müəllimlərin işə qəbul imtahanında hər il ixtisası 100% doğru yazıram. Özüm 2023-cü ildə Respublika ikincisi olmuşam. Hazırladığım müdavimim 2024-cü ildə Respublika birincisi olub. 2025-ci ildə müdavimim Respublika üçüncüsü olub. Müəllimlərin işə qəbul imtahanında istifadə olunan test formatının mənim tərtib etdiyim test formatı ilə bənzərliyi, yaxınlığı, simmetriyası heç kimsədə olmayan səviyyədə alternativsiz olaraq bənzərdir, yaxındır, eyni xarakterdə, eyni məzmundadır ki, bunlardan da istifadə edən müəllimlər gedirlər imtahanda yüksək nəticə əldə edirlər. Hər birinizə müvəffəqiyyətlər. Qeydiyyatımız davam etməkdədir və biz aprel surət qrupunda bir müddətdən sonra qeydiyyatı ləğv edib may qruplarına elan verəcəyik. Aprel qruplarına qoşulmaq istəyənlər bizimlə əlaqə saxlasınlar.